15 dekabr 2025-ci il Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəttin Çaparovun doğum günüdür. Bugünkü gün münasibətilə cənab başçını öz adımdan və əzizlərim adından təbrik edirik. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 17 may 2019-cu il tarixli sərəncamı ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Sabirabad rayonuna təyin olunan gündən bugünkü günə qədər rayonda iqtisadi və sosial yönümlü çoxsaylı işlər görüb, həftənin ikinci günü səyyar görüşlərə gedir və həftənin dördüncü günləri vətəndaş qəbul edir. Ona müraciət edən vətəndaşların problemlərini diqqət və qayğı ilə dinləyir, ona müraciət edən vətəndaşlara kömək edir. Əmr və sərəncamlarla vətəndaşların problemlərinin həll olunmasında ərazi nümayəndəliklər aidiyyəti üzrə idarə və təşkilatlara tapşırıqlar verir. Cənab başçı, sizə möhkəm can sağlığı arzulayırıq. Məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq. Sabirabad rayonunun sosial-iqtisadi inkişaf naminə gördüyünüz işlərdə daima uğurlarınız bol olsun. Rəhbərlik fəaliyyətinizdə müvəffəqiyyət arzu edirik. Doğum gününüz mübarək. Səsləndirdi Sabirabad Media Gündəmi üçün video blogeri Böcə Hüseynov.